Bəzi insanlar var, sanki yeməklə elə davranır ki, elə bir döyüş meydanında əlinə qənimət düşüb və bu qəniməti parçalamaqla məşğuldur. O insan ki, yeməyə görən kimi nəzarəti itirir, əli ayağı əsməyə başlayır, o insandan bir şey çıxmaz. Çox yeməyin fəsadları çoxdur. Həkimlərdən soruşa bilərsiniz. Xəstəliklərin bir neçə əsas səbəbi var, bir də çox yeməkdir. İslamın yemək haqqında iki mühüm göstərişi var. Bir, haram yemə. İkincisi, çox yemə. Əllamə Qazi ona misal çəkirdi, biz bir karvanla gəlmişik ziyarətə. Karvan dayanan kimi özümüzdən əvvəl heyvanları yedizdirik ki, onlar biz aparan onlardır. Biz onları təmin eləyək ki, yolumuzu sonra özümüz yeyirik də, narahatçılıq yox. Amma heyvan əldən düşsə biz məqsədə çatmarıq. Cisim də belədir, gərək düzgün təmin edilsin ki, məni apara bilsin Allaha doğru. Bax, yeməyə bu məntiqlə insan yanaşmalıdır.